Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. İncə edəcəyim suallar elə bu gördüyünüz fənn nəşriyyatının 5-ci siniflər üçün İqtisadə adına Riyaziyyat Məntiq Olimpiadası kitabından sınaq üçün izahı olacaq. Yəni normalda kitabımız 30 sınaqdan ibarətdir gördüyümüz kimi burada. 30 sınaqdan bir ikinci sınağı işləmişik, yəni izahını vermişəm YouTube kanalımda. İndi isə 3-cü sınağı işləyəcəyik. Yəni izahını verəcəm. İzahdan əvvəl onu deyim ki, şərhlər bölməsində Telegram və WhatsApp kanalı linkləri paylaşırıq. Həmin linklərə mütləq qatılın, çünki həmin linklərdə Lütfzadəyə, lise və gimnaziyalara, Respublika müsabiqəsinə, monitorinqə aid sınaq sualları paylaşılacaq. Ödənişsiz qrupları hər kəs qoşulsun. Bundan başqa hazırlıq qruplarımız da var. Yeni 6-cı siniflər üçün lise və gimnaziyalara, Respublika müsabiqəsinə və ya monitorinqə aid 6-cı sinif qrupu açmışam. 5-ci sinif Lütfzadəyə hazırlayanlar üçün də qrup açmışam. Əgər savadına güvənənlər varsa, məsələn, Respublika müsabiqəsindən mən medal qazana bilərəm deyə biləm və ya Lütfzadədən medal qazana bilərəm deyən 055 774 48 36 nömrəsinə yazın. Sizlər üçün yoxlayaraq endirimli hazırlıq qrupu aça bilərəm, yəni açacağım. O cür şəxslər mütləq əlaqə saxlasın. Sizlər üçün xüsusi endirim edəcəm və birlikdə inşallah medalı qazanacağıq. Bundan başqa sınaqlar qrupum da var. İstəyənlər həmin sınaqlar qrupuna qoşula bilər. Burada gördüyümüz kimi və sınaqlar qrupunun ikincisini açırıq biz. Birincisini açmışıq. Sınaqlar qrupunda hər ay 15 özümün hazırlığı sınaqlardır. Yəni süni intellekt sınaqları deyil. Sırf lise və gimnaziya qəbul düşə biləcək. Lütfzadə Olimpiadasına, Respublika müsabiqəsinə düşə biləcək suallardan ibarət sınaqlardır. Yəni özümün hazırlığı suallardır. Hamısının video izahları paylaşılır. Sonra bütün testlərin, bütün sınaqların da video izahları, həftədə bir dəfə onlayn canlı dərs açıram. Xüsusi mövzuların izahları riyazi məntiqdən. Yəni çox dəyərli qrupdur. Yəni deyə bilərəm ki, çox hazırlıqlardan daha üstün bir platformadır sınaqlar qrupumuz. Etibarı az sınaqlar qrupu. İkinci qrup açırıq. Riyazi və riyazi məntiq üçündür. Çox cüzi bir ödəniş edirsiniz və tədris ilinin sonuna kimi yararlanırsınız. Hər ay 15 sınaq, qeyri-standart suallar olacaq. Sırf qəbul tipli olimpiyadaya düşə biləcək suallardan ibarət sınaqlar olacaq. Bundan başqa qeyri-standart suallar da yəni çox paylaşılacaq, çünki onları da bilmək lazım. Amma bizim paylaşdığımız bu sınaqlardan yoxdur deyə bilərəm. Yəni olsa da az olar. Yəni sırf qəbul tiplidir və olimpiyada və ya Lütfzadə üçün suallarda həmçinin monitorinqə də düşə biləcək suallar paylaşacağım. Bu nömrə ilə əlaqə saxlayın. Qrupa qoşulmaq istəyənlər qoşulun. İndi keçərək izahımıza. Kitabı silim. Birinci sualda deyir ki, pul qabında 5 manat pulu olan 5 manat olan Nuray hər həftə pul qabına 3 manat əlavə edərsə, 13-cü həftənin sonunda pul qabında cəmi neçə manat pul olar? İndi əvvəlcə 5 manat pulumuz var, yəni Nurayın kassasında və 13 həftə ərzində hər həftə 3 manat pul atır. O zaman 3 ruzun 13 manat pul atmış olacaq kassasına. 13 həftə ərzində hər həftə 3 manat atdığı üçün 3-13-ə vuram 39. 39 manat attım. Əvvəlcədən 5 manat var idi. Yəni kassamdakı olan pulla 13 həftə ərzində hər həftə 3 manat olmaqla 39 manat pul atdım kassama. O zaman cəmi 40 manat pul olacaq. 13 həftənin sonunda. Yəni cavabımız B bəndə olacaq. Keçək ikinci suala. İkinci sualda deyir, yuxarıda verilmiş qalxılı bölmə əlində qismət tapın. Yəni qismət tapmaq üçün 97-ni 24-ə böləcəyik. Buraya 4 düşür. Çıxırıq 96-nı. Burada 1 alır. 108-ni də burada belə deyim də. Tamam, bunu çıxdıq. Geri qaytıraq. 96-nı çıxdıq. Burada 108 qalmışdı. 108 deyəcəm 10. Burada
10-24'ə bölmək üçün bura 0 yazıb 8 düşə bilərik. Çünki burada 970-in içərisində 24 40 dəfə yerləşir. 4 dəfə yox. 40 dəfə yerləşdi. Sonra 108-in içərisində yenə 4 dəfə yerləşir. Çıxırıq 96-nı. Qalır neçə? Burada 2. Burada 1 qalır. 12 qalıq qalır yəni. Bəli, 12 qalıq qalır. Bizə qalıq istəmir, qismət istəyir. Yəni qismətimizdə gördüyümüz kimi 404 oldu. Cavab D variantı. Keçirik. 3-cü sual. Bir qatarda 1453 sərnişin səyahət edir. Bu qatarda hər vaqonda ən çox 49 sərnişin səyahət edə biləcəyinə görə bu qatarda ən az neçə vaqon var? Ən az vaqon olmaq üçün biz bütün vaqonlarımıza ən çox sərnişin mindirməliyik ki, daha az vaqon olsun. Ona görə də bizə şərtli verilmiş ən çox 49 sərnişin minə bilər deyir. Ona görə də bütün vaqonları 49 sərnişin mindiririk ki, qoy daha az vaqon istifadə edək. O zaman 1453-ü 49-a böləcəm ki, görək bizə 1453 neçə dənə 49 nəfərlik vaqon lazım olacaq. Yəni ən çox 49 nəfər mindirsək 49-a bölürük. 1453-ün yox 145-in içərisində 49-un istifa yerləşir, 2 dəfə yerləşir. Çıxırıq 98-i. Buradan nə qalacaq? 15-dən 87. Burada 3 qalmışdı. 13-dən də 9 çıxsaq edir 47. Və burada 3 qaldı. Sonra 473-ü də 49-a bölsək 9 edər. Sonra 473-dən çıxırıq 9 vursun 49-u. Burada 441 edir. 441 çıxsaq burada qalacaq 2, nə gördüm, nə bura kiçildim, bura sığışmır, gördüm. İndi burada qaldı 2, 7-dən 4 çıxsam 3, yəni 32 qaldı, 32 qalıb qaldı. İndi mən hazırda 29 dənə vaqon tapdım. Hər bir vaqonda 49 sərnişin minən 29 vaqon var. İndi yerdə 32 nəfər qalıq qaldı. Həmin 32 nəfərdə 30-cu vaqona mindirəcəm. 29 vaqonun hər birində maksimum və ən çox 49 sərnişin mindirdim ki, daha az vaqon lazım olsun. Axırıncı vaqona, yəni 30-cu vaqonda 32 nəfər minəcək. Yəni yerdə qalan 32 sərnişin. Yəni durub bunları mindirməmək deyə bir şey yoxdur. Yəni mütləq mindirməliyəm 32 nəfərdən. Ona görə ən az 30 vaqon lazım olacaq. Yəni cavabımız C variantı. Sonra keçirik 4-cü suala. Əlindəki kitabın ilk gün 29 səhifəsini oxuyan bir şagird bundan sonraki hər gün bir əvvəlki gündən 2 səhifə əlavə oxuyaraq kitabın hamısını 6 günə bitirir. Bu kitabın səhifədən ibarətdir. İndi birinci gün deyir 29 səhifə oxuyub yazırıq. Bu birinci gündür. Hər növbəti gün də əvvəlki günün 2 səhifə çox oxuyur. Yəni ikinci gün 29-un 2 səhifə çox 31 oxuyacaq. Üçüncü gün 33 oxuyacaq, yəni 2 səhifə çox. Dördüncü gündə 2 səhifə çox 35 oxuyacaq. 5-ci gün 2 səhifə çox 37 səhifə oxuyacaq. 6-cı gündə 2 səhifə çox 39 səhifə oxuyacaq. Oxuduğum bu bütün səhifələrin sayı, yəni 6 gün ərzində oxuduğum səhifələrin sayı cəmi bizə verir kitabın ümumi səhifələri cəmini. Yəni toplayırıq burada, hamısını toplasaq 204 edər, yəni hamısını toplasaq, yəni toplasaq görəcəksiniz ki, cavab 204 edir. Yəni kitabımız 204 səhifədən ibarətdir. Cavab B bəndi. Keçir 5-ci suala. AA 8B4 rəqəmləri 5 və 9 ilə qalıqsız bölünürsə, A-nın ala biləcəyi ədədlərin cəmini tapın. Burada biz əvvəlcə 5-i bölmə əlamətinə baxacaq. 5-i bölmə əlaməti nədir? Ədədin sonu ya 0 ya 5 olmalıdır. O zaman burada B ya 0 ya 5. Mütləq. 5-ə bölünməsi üçün. 5-ə bölünür. O zaman 2 dənə hal mümkündür. AA
8 0 A 8 5. Yəni ya axırı 0 olan ya da 5 olan ədəddir. 2 dənə ədəd mümkündür belə. İndi keçid 9-u bölmə əlamətinə. 9-u bölmə əlamətdə əgər ədəd 9-a tam bölünürsə, həmin ədədin rəqəmləri cəmi də 9-a tam bölünür. Burada birinci hala baxsaq, 2 dənə A üstəgəl 8 üzrə 0, yəni 2A üstəgəl 8 deməkdir. Yəni 9-a bölünməsi lazımdır. İndi biz A-ya elə rəqəm verməliyik ki, 9-a bölünsün. Sən 8-in üzərinə gəlsək, 9-a bölünər, 10 gəlsək. Demək 2A 10-dur. 2A, 2 vursun A 10-dur. O zaman A-dır bərabər 5 edir. Demək A 5 oldu. Ədədimizin biri 5580-dır. O 1. Qarıya alaq. İkinci ədədimizdə sonu 5 ilə qutaran ədəddir. Yəni burada da cəmimiz 2 dənə A üstəgəl 8 üstəgəl 5 olacaq. Yəni rəqəmlər cəmi 9-a bölünməsi lazımdır. Burada da 85-in cəmi 13. İndi 13-ün üzərinə 5 gəlsək 9-a bölünər, 18 məsəl üçün. Burada da 2A 5 ola bilməz. Çünki 5-i A-ya bölsəm 2,5 edir. Burada A rəqəmdə axı 2,5 ola bilməz yəni. Burada 2A 5 olsa, məsələn burada 2 vurulsun A deyirəm 5-dir. 5-i 2-yə böləndə A bərabər 2,5 edir. Yəni 2,5 rəqəm deyil. İndi düşünən başqa nə gəlsən bölünər, 14 gəlsən. Çünki 14-ün cəmi 27 edir. 27 9-a bölündür. Deməli 2A 14 olsa bu. 2 A 14 olsa, o zaman A bərabərdir 14 bölü 2 7 deyəcək. Deməli A həm də 7 olur. 7 7 8 5. Ədədimizin biri də bu oldu. 77 mi? Yox, 7785. Deməli ədədin biri oldu 5580 bu yəni. Bir də bu 7785 7785. Bizə deyir ki, A-nın ala biləcəyi rəqəmlərin ədədlərin cəmini tapın. A burada 5 oldu, burada 7. 5 ilə 7-nin cəmi 12. Cavabımız 12 D variantı. 6-ya baxırıq. 6-nın sualı deyir ki, AB-yə vursun, AB-yə yanlış alt-alta vurma əməlində ki, AB 2 rəqəmlərdir, A plus B cəmini tapın. İndi burada vurubdur, məsələn B-ni AB-yə alıb bunu. Sonra A-nı AB-yə vurub bunu alıbdır. Sonra bu ikisini toplayıb bunu alıb. Əgər mən bunu bura koymuşamsa, deməli bura 6-dır. 100%. Sonra bununla bu 8 toplayıb 9 alıb. Deməli bu da 1-dir. 100%. 1 üstə gəlib. 8 edib 9. İndi B ilə B-yə nə versək, hasili 16 eləyər. 16 yəni 6 edər. Son 6 nə də olar. Yəni B-ni nə versək, öz-özünə vursaq, B vur B. Yəni öz-özünə vursaq, son 6 ilə qutaran ədəd olar. Niyə 4-dür? Necə 6? Hassısa 1-dir. Mütləq. İndi 4 qoyaq. Birinci. Günəş 4. O zaman 4 bölü 4. 16. 6 yazın yadda. 4'ü A'ya vururam. Neçə eləyib üstə 1 gəlsəm 21 eləyər. Demək ki 4 vur A 20 olur ki üstə 1 gəlmişin 21 olur. A 4 olsa B 4 olsa A da 5 olmalıdır, yazıram. Şimdi baxaq ki burası da uyğun olur mu? 5'i 4'e vursaq burada. 5'i 4'e vursaq 20 etməlidir, 0 yazmalıyım. O da 8. Demək ki B'nin 4 qiyməti səhvdir, düzgün olmur. İndi 6 qoyaq. Taxçalı 4 olmalı, 6'ını qoyaq. 6, 6. Şimdi 6'ın 6'ya vursam 36. 6 yazıram 3 yadda. Sonra 6'nı nəyə vursam alınan ədədlərin üzərinə 3 gəlsək, yəni 3 yaddan gəlsə 21 edər.
18-in üzərinə 3 yazar, bu 21-dir. Demək ki, A 3-dür ki, 6-nı 3-ə vurmuşam, 18, 3 yadda, evdə 21. O zaman bu A da 3-dür. 3-ü yəni 6-ya vururam, 18, 1 yadda. Sonra 3'e vururam, 9, 1 yadda deyil, 10. Yəni bu düzgün oldu. Burası 2, burası 1. Deməli A bərabərdir 3'dür. B də bərabər gördüyümüz kimi 6'dır yəni burada. B 6 vermişdi burada. B 6 görürüz. 6. Nəsə, B də bərabər 6. Bunların cəmi istəyir A plus B-dir neçə yer? 9. Cavab C bəmdir. Keçirik indi 7-ni çoxlar. Bizə deyək, yuxarıda vermiş ədəd oxunda 7-nin A ədədinə qədər məsafəsi tək ədəddir. A ədədinin B ədədinə məsafəsi cüt saydadır. B ədədinin C ədədinə qədər məsafəsi tək ədəddir. B-nin əsasən aşağıdakı variantlardan hansı səhvdir? Məsələn, biz A, B və C-nin tək və ya cüt olduğunu axtarmalıyıq. Bizdən onu istəyir, çünki cavabları A plus C cütdür deyir, nə bilim. A vur, B vur, C cütdür falan. Yəni bizdən A, B, C-nin nə olduğunu istəmir ədəd olaraq. Cütdürmü, təkdirmi bunu istəyir. İndi birinci şərtə görə biz A-nı tapa bilərik. Bizə deyir ki, 7-nin A ədədinə qədər məsafəsi tək ədəddir. Yəni bizə bilirik ki, burada 7 ilə A arasındakı məsafəni tapmaq üçün 7-dən A-nı çıxmalıyıq. Yəni 7 çıxılsın A. İndi məsafə tək ədəddir. Yəni 7-dən A çıxsam bərabərdir, tək ədəd olar. İndi 7-dən nəyi çıxsam tək olar? Məsəl üçün 7-dən qabaq gələn bir dənə ədəd verək. Məsələn 2. 2 versəm 7 çıxsın 2, 25. Tək olur. Məsələn mən A-ya 3 versəm 7 çıxsın 3, 4 cüt olur yəni. Demək ki A tək ədəddir. Yox. A deməli 100% cütdür. Məsələn 2 versəm və ya 4 versəm 7 çıx 4, 3-ə 7 təkdir. Və ya 6 versəm 7 çıx 6, 1 təkdir. Yəni 7-dən A-nı çıxanda tək ədəd olması üçün A 100% cütdür. A cüt ədəddir. Buradan qeyd aparam. A bərabərdir cüt. Onu tapdıq. A cütdür. A-ya bir dənə cüt ədəddir. Məsəl üçün 4 verək. 7-dən indi kiçik olduğu üçün 7-dən əvvəlcə vaxt demək ki 7-dən kiçik bir ədəddir. A-nı verək özümüzdən 4. İndi ikinci şərt keçir. İkinci şərtdə bizə deyir ki A ədədinin B ədədinin məsafəsi cüt saydadır. Yəni bu dəfə də A ilə B-nin arasındakı məsafəni axtarmalıyıq. Bu məsafəni tapmaq üçün B-dən A-nı çıxmalıyam. B çıxısın A bərabərdir cütdür. Cüt. Cüt bir dənə ədəddir. İndi A-nı biz 4 vermişik. Burada yeni 4 qoyaq. Yəni istədiyimiz cüt ədəd yaza bilərik. 2, 4, 6, 4 götürdükdə, yəni fərq etmir, əsas o ki cüt olsun A. İndi B cüt olsa 4'ü çıxsam cüt edər, yoxsa tək olsa əlbəttə ki cüt olsa. Məsəl üçün 7-dən sonra cüt ədəd 8 və ya 10 verək. Məsələn 10 verirəm B-yə. 10. Məsələn 10 olsa B, buraya yazsam 10 çıxsın 4 deyir 6, yəni cüt olur. Məsələn 11 verirəm 11 çıx 4, 7-dir. Tək olur. Amma cüt olması lazım. Deməli B də 100%'dən də cütdür. Məsələn 10 verdim. 10 çıx 4, 6 ədədi, yəni cüt alındı. Demək ki B cüt ədəddir 100%. B-yə də 10 verdim. B-yə də cütdür yazıram. B bərabərdir cüt. Yəni 10. Bunu B bərabər 10 yazaq. A-ya da 4 vermişik. A da cüt idi. A-ya 4 verək buradan. Yəni cüt 4 verdim. İndi
Keçirik 3-cü şərtə. B ədədinin C ədədinə qədər məsafəsi tək ədəddir. B ilə C-ni istəyir. Buraları çizirəm. B ilə C. B ilə C arasındakı məsafə buradır. Bunu tapmaq üçün C-dən B-ni çıxmalıyam. Deyir ki, təkdir. Tək. İndi biz B-yə 10 vermişdik. 10 yazıram B-nin yerinə. İndi C çıxılsın 10 tək olması üçün 10-dan böyük bir dənə ədəd verək. Məsələn 11. 11-dən 10 çıxsam 1. Tək edir. Məsələn 12 verək. Tutaq ki 10 çıx 12 cüt. Yəni tək olmadı demək. C nədir? 100% təkdir. C də bərabər təkdir. Və C-yə də verdim 11 tək ədəd. İndi bizə deyək hansı səhvdir verilənlərdən. Burada verilənlərdən hansı səhvdir. Onu tapmaq üçün yerlərinə bu ədədləri qoyub tapacağım. Məsələn A variantında A plus C verib. Yəni A-nı 4 vermişəm. Üstəgəl C-nə 11. A4, C11 toplasaq. 15 təkir. Yəni burada deyil cütdür. Deməli səhvdir A. Biz səhv axtarırıq. Cavab A olacaq. İndi məsələn C-ni yoxlayaq. C variantında A-ya biz verdik 4. B-yə verdim 10. C-yə verdim 11. Onu 11'e vursak 110 vursun 440. Cüt. Cüt düz deyil mənə. Veya buradan B'ye baxsaq, B variantında biz B'ye 10 vermişik. 10 çıxılsın. Burada 1 olsun C. Yəni C'nin 11 vermişik. Ondan 1 çıxsam 9 11 vursam 99. Və təkdir. Həqiqətən tək yazıb düz deyildi mənə. İndi D-ni yoxlayaq. A 4 vermişik. Çıxılsın B 10'dur. Üstü gəlmir. Bu deyil. 4'dən 10 çıxında mənfi 6 yer. Mənfi 6'dan üstü 1 gəlsək mənfi 5. İndi tək düz deyil. Düz bunun tək mənfi müsbəti 5-ci simlə bilmir, amma bilməsə belə A variantını yoxlasaydılar, yəni A variantını anlayırlar. A-nın səhv olduğunu biləcəkdiniz. Yəni cavab A variantı idi. Ancaq səhv olan A-dır. Cavabımız A 7-ci sualdır. Keçirik 8-ci suala. Deməli 8-ci sual deyir ki, rəqəmləri müxtəlif 3 rəqəmli 3 fərqli natural ədədin cəmi 2090 olarsa bu ədədlərin ən böyük, ən az neçə ola bilər? Bizə rəqəmləri müxtəlif istəyir, həm də 3 dənə fərqli ədəd istəyir. Əvvəlcə 3 dənə xətt şey var. Rəqəmlər müxtəlif olacaq və 3 dənə fərqli ədəd olacaq. Bu ədədlərdən böyüyümüz bizim qiyməti ən az olsun. Yenə deyirəm, burada ən böyük, ən az o demək ki, yəni böyük ədədimiz 2-yə yaxın olsun. Məsələn, ən böyüyün ən böyük qiymətini desə idi burada. Ən böyüyün ən böyük qiyməti. O zaman digər ikisini ən kiçik götürəcəkdik. Üçüncü ən böyük ola biləcəkdir. Burada böyüyümüzün ən az qiymətini istəyir. Yəni, məsələn, bir var 2, 3, 5 olar. Bir də var ki 2, 3, 100 olar. Yəni ən böyük qiymət deyəndə məsələn 100, aradakı fərq daha çox olur, 2, 300. Amma ən böyük ən az qiymət demək, ədədlərimizin arasındakı fərq az olsun. Yəni böyük ədədimiz kiçik ədədlərdən az böyük olsun, bu deməkdir. İndi bu tip sualda əvvəlcə 3 dənə ədəd dediyi üçün 3'ə böləcəm 2090'ı. Məsələn 4 desək 4'ə böləcəkdim. 3'ə bölürük. 696 edir 3'ə bölsək. 696 və qalıq 2K. Demək, hər bir ədədimiz bir-birinə yaxın 696 ola bilər. 696, 696 və 696. Və 2K-lıq qalıbdır. Həmin 2K-lığı da burada 2K-lığı. Bunun üzərinə qoyaq. Olsun 698. Çünki cəmimiz 2090 olaraq qalması üçün mütləq o 2K-lığı da buraya əlavə etməm lazım. Yəni
Bunu 698 dedim. Bunu silirəm. 698 olaraq yazıram bura. 698. Biri 698, digərlərdə 696, 696 olaraq qalsın. İndi bizə deyir ki, ədədlərimizdə fərqli olsun, rəqəmləri fərqli olsun. Bu iki ədədimiz eynidir. Və rəqəmləri də eynidir. Gördüyümüz kimi iki dənə rəqəmlər eynidir. Ona görə nə etmək lazımdır? Məsələn, paylama qanunundan istifadə edəcəm. Bundan bir dənəsini götürürəm, 696-dan 1 çıxıram, qalacaq 695. Həmin o çıxdığım biri gətirəcəm, bunun üzərinə qoyacam. Yəni 697 olacaq. Gördünüzmü? Baxın, rəqəmlərimiz fərqli oldu. 5, 9, 6. Yəni fərqli də rəqəmli oldu. Amma burada eyni rəqəm var idi, 6, 6. Yəni fərqli etmək üçün buradan birini götürdüm ki, fərqli rəqəmli olsun, 695. Gətirib bunun üzərinə qoydum ki, o götürdüyüm biri. Bu da fərqli rəqəmli olsun. 697 oldu. Və bu da olduğu kimi qalır. 698. Yəni paylamadan istifadə etdiyim paylama qanunu. Yenə də bu üçünün cəmi 2090-lı və böyük ədədimizin ən az qiymətini tapmış oldum. O da oldu 698. Ədədlərimiz də baxın fərqlidir. 695, 697, 698 fərqli ədədlərdir. 3 fərqli ədəd şərtini ödədik. Baxın, burada 3 fərqli deyir. Natural ədəd, 3 fərqli natural ədəd tapdıq və rəqəmləri müxtəlif olsun. Rəqəmləri də müxtəlifdir və burada da ən böyüyümüzün ən az qiyməti oldu 698. Cavabımız yəni D variantı. Keçid 9-cu suala. 9-cu sual deyir ki, AB4 3 rəqəmli, AB2 rəqəmli ədədlərdir. AB4 bərabərdir 7 vurulsun AB2 rəqəmli ədədi. Üstəgəl 100 verilənlərdən istifadə edərək A plus B cəmini tapın deyir. Biz burada verilmiş bu ifadəni mərtəbə qiymətlərinin toplamları şəklində göstərəcəyik. Yəni necə? Məsəl üçün, burada 503 yazıram və 513 yazaq. Məsələn, bunun mərtəbə qiymətlərinin toplamları şəklində göstərəcəyini nə edirdik? Bu 5 yüzlükdə olduğu üçün 500'ə vururdum. Yazırdım 500. Biri onluqda olduğu üçün 1'i ona vursam üstəgəl 10. 3 də təklikdə olduğu üçün 3'ü təşriyə, yəni 1'ə vururam, nedir 3. Belə parçalaya bilirik. Yəni bunu da o cür buranı da üzün sayın o cür parçalayacağım. İndi A yüzlükdə olduğu üçün 100 vur A edir 100A. 100 vurulsun A. Üstəgəl B onluqda olduğu üçün ona vururam 10B. Üstəgəl 4 təklikdə olduğu üçün 4 vur 1 edir 4. Sonra bərabər yazıram. 7 vurulsun. Mötərizə açıram buradan. Çünki bunu da parçalayacağım. İndi A onluqda olduğu üçün 10 vurulsun A. 10A olur. Sonra üstəgəl bu B-ni də təklikdə olduğu üçün 1'ə vuram edir B. Üstəgəl bir də ki 100. İndi burada hamısını həll edib buranı vurub açacaq. Çünki 7 mötərizənin xaricində 7 var. 7'ni vuracam 10A'ya. Eləcək 70A. Üstəgəl yazdım. İndi 7'ni B'yə vuracam. Olacaq 7B. Üstəgəl bu 100. Sonra buranın olduğu kimi yazırıq. 100A. Üstəgəl 10 dənə B. Üstəgəl 4. Bərabər də qoydum. Bu 6 sən pozuram həll etmək üçün. İndi A, B'ləri bir tərəf yazacağım, 100'ü bir tərəfdə saxlayacağım. Yəni, məsəl üçün, 70A'nı keçirəcəm bərabərinin bir tərəfinə, çıxaq 70A olacaq. Məsələn, 100A burada qalır. 100A yazıram. 100A. 70A'nın bərabərinin bir tərəfinə keçirsəm, çıx 70A olacaq. 70A qruplaşdırıram. A-la olanları bir qruplaşdırıram. B-la olanları bir. Bax, 7B-ni də keçirəcəm bu tərəfə. Burada 10B var. Yəni üstəgəl 10B-ni yazıram. Buradan üstəgəl 10B. Çıxılsın. 7B-ni bərabərinin bir tərəfə keçirsəm, çıxaq 7B olacaq. İndi buradan 70'i də keçirdim. 7B-ni də keçirdim. Bərabərinin digər tərəfinə. Bərabərliyi buradan qoyuram. Burada qırmızı qoyaq. Şimdi olsun. Burada qaldı 100. 100'ü yazıram. Burada 4 var. 4'ü bərabərliyin bir tərəfinə keçirsəm, çıxaq 4 olacaq. Çıx 4.
İndi həll edək. 100A-dan 70A-nı çıxsaq edəcək 30A. Üstə gəl 10B-dən 7B-ni çıxsaq edəcək 3B. Bərabərdir. 100-dən 4 çıxan 96 edir. Şimdi buraları silirəm. Yenə buralar lazım deyil bizə. Şimdi bunu yuxarı çəkək. Qoy yaza bilək burada rahat. Şimdi yenə həll edəcək. Buradan indi biz 30A-nı, 3B-ni və 96-nı hər birini 3-ə böləcəm. Çünki hamısı 3-ə bölünür. 30A-nı 3-ə böləcəm, 10A qalır. Üstə gəl 3B-ni 3-ə böləcəm, B qalır. 96-nı 3-ə böləcəm, 32 qalır. Hər tərəfi 3-ə böldüm, yəni hər bir ifadə. İndi burada 10A üstə B. 32-ni biz parçalasaq bu cür olar. Baxın 3 B deyim, 10 vurulsun 3. 10-luq mərtəbəsində olduğu üçün. Üstə gəl 2 vur 1, yəni 2 edər. İndi burada 10 vurulsun A-dır, üstə gəl B-dir, bərabərdir. İndi gördüyümüz kimi 10 vur A, 10 vur 3, yəni 30 olur. Yəni burada 10'dur, 10'dur. Vurmuşam nəyə? 3'ə. Deməli A nəymiş burada? 3'dür. A bərabərdir 3 yazıram burada. A bərabərdir 3. Çünki 10'u 3'ə vuran 30 isə, onu da A'ya vuranda 30 olmalıdır. A deməli 3'dür. Bu da B də 100% 2'dir ki, B'ni yeni 2 yazıram. Buradan bax, B'ni silirəm, yeni 2 yazıram. A'nı silirəm, buradan yeni yazıram 3. 10 vur 3, üstə gəl 2, elə bu da 10 vur 3, üstə gəl 2, yəni ikisi də 32, 32 olur. Deməli B nə oldu? B'ni də burada 2 seçdik, yəni. B'ni də 2 seçdik. B də bərabər 2. İndi bizə nə istəyir? İkisini tapdıq A və B'nin. A plus B'ni tapın. A 3, B də 2. 3 üstə gəl 2 bərabərdir 5 edəcək. Cavabımız 5 edir. A variantı. İndi keçirik 10-cu suala. 10-cu sualda deyək ki, x, y, 3 rəqəmlərə 4 və 3 ilə qalıqsız bölünürsə, x-in ala biləcəyi qiymətlərin sayını tapın. Burada 4'ü bölünmə və 3'ü bölünmə şərtlərindən istifadə edəcəyik. Birinci 4'ü bölünməyə görə biz bu ədədin son 2 rəqəmini təyin edə bilərik. Yəni 4'ü bölünmə əməliyyatı nədir? Ədədin son 2 rəqəminin əmələ gətirdiyi ədəd 4'ü bölünürsə, həm də 4'ü bölünür. Məsəl üçün 124 yazıram. Tutaq ki. Burada 24 4'ü bölündüyünə görə biz deyə bilirik ki, 124 4'ü bölünür. 3'ə bölünmə əlaməti odur ki, ədədimizin rəqəmləri cəmi, əgər 3'ə bölünərsə, həm də 3'ə bölünür. Məsələn, 1, 2, 4. Cəmi neçə 7. 7 3'ə bölünürmü? Bölünmür. Demək ki, 124 3'ə bölünmür. Məsələn, bura 125 yazsa, yox, 125 yazmayayım, 126 yazsam, rəqəmləri cəmi 1, 2, 6, 9 cəmi baxsaq. 9 3'ə bölünürsə, deməli 126 da 3'ə bölünür deyə bilirik. İndi hər iki əlamətdən istifadə edəcəm. Əvvəlcə 4'ə bölünmə əlamətinə görə bu x2 tapacağım. İndi ilk rəqəmimiz hansıdır? Bütün rəqəmləri yazmaq lazım x üçün. Çünki deyək, x-in ala biləcəyi qiymətlərin sayını tapın. X də burada rəqəmdir. Rəqəmlərimiz də 0-dan başlayır düz neçə kimi 9'a kimi. Hamısını yazıram burada. Heç nə yazdım, gördüyümüz kimi 0-dan 9'a qədər rəqəmləri. İndi bir yeni qoyacağım. Məsələn, indi əvvəlcə burada son 2 rəqəm 0 neçəsə yazmam lazım 4'ü bölməsi üçün. Məsələn, 0, 0 yaza bilərəm. Çünki ədədimizin son 2 rəqəmi ya 0, 0 yazacağım bura, ya 0, 4 yazacağım, ya da 0, 8 yazacağım. Son 2 rəqəm 0 olarsa 4'ü bölünür. O zaman buraya 0 yazmam lazım. Çünki burada x 0 olduğu için bu x de 0 olacak. Burası 0 yazacağım. Burası 0 yazacağım. Burası 0 yazacağım. Şimdi burada gözün 3 rəqəmli ədəd dediyi üçün 3 rəqəmli ədəd dediyi üçün düz burada 0 4'ü bölünür. 0 8 də 4'ü bölünür. Ancaq 3 rəqəmli dediyi üçün biz bu x'lərə 0 verə bilmərik. Çünki 0 verdiğimiz anda bu ümumiyyətlə 0'dır. Bir rəqəmli də olmuş. Burada 0 0 4 elə 4 demək, bir rəqəmli olur. 0 0 8 də sıfırların mənası yoxdur. Elə 8 deməkdir. 8 də bir rəqəmli. Yəni 3 rəqəmli şərti ödəmir. Ona görə də 0 qoya bilmərik x-in yerinə. Ona görə 0 deməli olmadı. Uyğun olmadı. Keçirik 1 ilə başlayalım. İndi
4-ə bölməsi üçün son 2 rəqəmə, məsəl üçün 2 rəqəmli ədədlər nə yaza bilərəm? Məsələn, 12 yaza bilərəm, 16 yaza bilərəm. Çünki 12 də 16 da 4-ə bölünürsə, demək ki, bu 3 rəqəmli ədədimiz də 4-ə bölünür deyə bilərik. Ona görə də burada x-imiz 1 olduğu üçün burada 1 yazıram. İndi keçirəm, bu 112 ilə 116 4-ə bölünür. Bunu tapdıq. İndi baxaq ki, 3-ə bölünürmü? Çünki 3-ə bölünməsi lazım. Burada həm 4-ə həm 3-ə bölünür deyil. Rəqəmlər cəminə baxsaq, burada 3-ə bölünmə əlaməti də rəqəmlər cəmidir. 1, 1, 2 cəmi edir 4. Tapasaq bulanın cəmini, rəqəmlər cəmi 4 edir. Burada rəqəmlər cəmi 1, 1, 6 cəmi 8. 4 ilə 8 hər ikisi 3-ə bölmədiyi üçün bu 112 ilə 116 da 3-ə bölünmür deyirik. Yəni, həm 4-dən 3-ə bölmədiyi üçün x-imiz burada 1 ola bilməz. Və 1 də alınmadı. 1-in üstə kres qoyaq. İndi 2 ilə 2 yoxlayaq. İndi 4-ə bölməsi üçün yenə də burada son 2 rəqəmə 2 ilə başlayan ədədlər yazacağım. 2 rəqəmli. Məsələn, 20 yaza bilərəm, 24 yaza bilərəm, 28 yaza bilərəm. O zaman burada x-lərimiz 2 olduğu üçün bu x-in əvəzinə 2-lər yazıram burada. İndi 220 rəqəmləri cəmi, burada 220-də 4-dür. 3-ə bölünməsini yoxlayıram. 4-ə bölündü. 3-ə bölünməsi üçün də rəqəmləri cəminə baxırıq. 2, 2, 4. 224-ün də rəqəmləri cəmi edir 8. 228-in də rəqəmləri cəmi edir 12. Burada gördüyümüz kimi 12 3-ə bölünür. Demək ki, 228 3-ə bölünür. Amma 4 ilə 8 3-ə bölünmədiyi üçün bu ədədlər də 3-ə bölünmür. Bunları silirəm. 228 deməli 3-ə bölündü. 228 3-ə bölünürsə, bu həm də 4-ə bölünür. Ona görə də həm 3-ə 4-ə bölündüyü üçün demək ki, burada x-imiz 2 ola bilər. Demək 2 oldu. 2-ni burada yumurlayırıq. 2 olar. İndi keçirik 3-ən başlayanlara. Yəni sıra ilə gedirik. 3-dən də bura 4-ə bölünən 36 yaza bilərəm və 32 yaza bilərəm. 32 və 36. Burada x-in əvəzinə 3 yazdığım üçün burada 3 yazırıq. İndi 332 və 336 4-ə bölünür. Baxaq ki, 3-ə də bölünürmü? Bunun üçün rəqəmlərin cəmi baxacağam. 3, 3, 2 cəmi 8. Bu bölünmür. 336 rəqəmlər cəmi 3, 3, 6 12. Bu 3-ə bölünür. Demək ki, 332 də 3-ə bölünməyəcək. Rəqəmləri cəmi 8 bölünmədiyi üçün. Amma 336-nın rəqəmləri cəmi 12 3-ə bölündüyü üçün 336 3-ə bölünür deyə bilirəm. Demək 336 həm 4-ə həm də 3-ə bölündüyü üçün burada x-imiz 3 də ola bildi. Yəni x-imiz 3 də ola bildi. Buradan qeyd aparırıq. 3 oldu. Keçirik indi 4-ü yoxluq. 4-ə baxaq. 4 ilə də başlayan son 2 rəqəmi, yəni 4-ə bölməsi üçün bu x, y-in 2 rəqəmlə də yazacağım. Yenə burada 4 ilə başlayan. Yazacağım 40, 44-ə bölünə bilər. 44 və 48 4-ə bölünə bilər. Burada da x-lərimizə 4 verdiyimiz üçün bu x-lərə 4 verəcək. Yəni 4, 4, 4. Və 444, 44 və 448 bunlar 4-ə bölünür. İndi 3-ə bölünürmü? Buna baxaq. Bunun üçün rəqəmlər cəminə baxacaq. 440-ın rəqəmlər cəmi 8. 444-ün rəqəmlər cəmi 12. 448-ci rəqəmlər cəmi 16-dir. Burada deyə bilərsiniz ki, bunların hamısı niyə eyni ola bilməz? Burada x-dir, bu y-dir. Bizə demir ki, x, y fərqli rəqəm. Bu şərti vermir. Ona görə də biz x ilə y-i eyni rəqəm götürə bilərik. Yəni, hamısını 4. Bu ikisi 4-dür. Yəni 4, 4. Y də 4 ola bilər. Çünki bizə şərtlər demir. Müxtəlif rəqəmlidir x ilə y. Onu demək üçün demək ki, x ilə y eyni rəqəm götürə bilərik. Deməli, burada 8 3-ə bölünmür. Rəqəmlər cəm. Deməli, 440-da bölünmür. Bunu silirəm. Sonra burada 16 3-ə bölünmür. Deməli, 448 3-ə bölünmür. Bunu silirəm. 12 3-ə bölündüyü üçün 444 3-ə bölünür deyə bilirik. Və həm 3-4-ə bölündüyü üçün x-imiz 4-də oldu. 5-i yoxlayırıq indi. Buraya yazacağım. 5 ilə başlayan 52 4-ə bölünür. Və 56 bölünür. Buraya 5 yazıram. X-ə uyğun olaraq burada 5-dir. Bu x-ə 5-lər yazacağım. 552 və 556. Bunlar 4-ə bölünür. İndi rəqəmlər cəmi baxaq. Burada rəqəmlər cəmimiz 5, 5, 2, 12. Burada 5, 56 rəqəmlər cəmi 16. 16 3-ə bölünmədiyi üçün deyirik ki, 556 3-ə bölünür. Bunu silirəm.
Amma 12 3-ə bölündüyü üçün deyirəm 552 3-ə bölünə bilər. Və həm 3-ə həm də 4-ə bölünür bu ədəd. Ona görə də burada x-imiz 5 də ola bildi. Keçək 6 ilə başlayanlara. 4-ə bölünməsi üçün burası 12 rəqəmi 60, 64 və 68 yaza bilərəm. Burada x-ə uyğun olaraq 6 yazdığım üçün bu x-ə də 6'lar yazacağım. Yəni 6, 6, 6, 660, 664, 668 4-ə bölünür. İndi baxaq ki 3-ə bölünürmü? 3-ə bölünməsi lazım çünki. Rəqəmlər cəminə baxıram. 664 rəqəmlər cəmi 660 12 edir. 664 rəqəmlər cəmimiz edir 16. 668 rəqəmlər cəmimiz edir 20. Burada 20 bölünmür 3-ə. Demək 668 də 3-ə bölünmür. Bunu sildim. 16 3-ə bölünmədiyi üçün 664 3-ə bölünmür deyə bilirik. Ancaq 12 3-ə bölündüyü üçün 660 3-ə bölünür deyə bilirik. Ona görə burada x-imiz 6 ola bildi. 7-ni yoxlayırıq. Yəni uzunluq getsə bu cür yoxlamaq lazım bir-bir. 7-nə 72 yaza bilərəm və 76 yaza bilərəm. Burada 7-lərə uyğun olaraq x-in qiyməti burada 7 yazıram. 772 və 776 4-ə bölünür. Baxaq ki 3-ə də bölünürmü? Bunun üçün rəqəmlərin cəmini toplayacaq. 7 7 2 edir 16. 7 7 6 rəqəmlər cəmimizi 20 edirlər. Burada 20 də 3-ə bölünür. 776 3-ə bölünür. Bunu sildim. 16 3-ə bölünür. Demək 772 də 3-ə bölünmür. Demək ki 7 ilə başlayan ədədimizdə həm 3 həm də 4-ə bölünür. 3-ə bölünmədiyi üçün demək x-imiz 7 ola bilməz. 7 olmaz deməli. Ona görə burada rəqəmlərimizdə 7-yə kres qoyuruq. 7 olmaz. Bir dənə qaldı 8-dən 9. İndi 8 qoyaq. 80, 84 və 88 yazacaq. Burada avtomatik olaraq x-lərimiz 8 olduğu üçün burada da x-lər 8 yazırıq. 880, 884, 888. Bunlardan 4-ə bölünürlər. 3-ə bölünməsi üçün rəqəmlər cəminə baxırıq. 8, 8, 0. Rəqəmlər cəmimiz 16. 8, 8, 4. Rəqəmlər cəmimiz edir 20. 8, 8, 8 edir 24. Burada gördüyümüz kimi 16 bölünmədiyi üçün 880 da bölünmür, silirəm. 20 3-ə bölünmədiyi üçün 884 3-ə bölünmür, silirəm. 24 3-ə bölündüyü üçün 888 3-ə bölünür deyə bilirəm. Ona görə də x-imiz burada 8 oldu. Demək x 8 ola bilir. Qaldı bir dənə 9. 9-u da yoxlayırıq. 9-un da başlayan son 2 rəqəmə 4-ə bölməsi üçün hansılar yaza bilərik? 92 yaza bilərik və 96 yaza bilərik. Bunlar 4-ə bölünür. Burada x-lərimiz 4 olduğu üçün burada 4-dən 9 olduğu üçün burada 9 yazırıq. 992 rəqəmlər cəmi 3-ə bölməsini yoxlayırıq. Rəqəmlərin cəmi baxsaq 20 edir. 996 və rəqəmlər cəmimiz 24 edir. Burada 20 3-ə bölünmədiyi üçün 992 3-ə bölünmür. Bunu silirik. 24 3-ə bölündüyü üçün 996 3-ə bölünür deyə bilirik. Və buradan da 9 ola bilir x-imiz gördüyümüz kimi. Deməli 9 da x ola bildi. Bizə x-in qiymətləri sayını istəyirdi. Sayası olsa hansılar oldu? 2 oldu. Bu 1. Sonra bu 2, 3, 4, 5, 6, 7. 7 dənə qiymətimiz uyğun oldu. Yəni cavab D variantı. 11-ci soru baxır. Əli, Vəli və Əhməd yaşları kişilikdən böyüyə doğru ardıcıl cüzət olmaqla 3 qardaşdırlar. Yaşların cəmi Vəlinin yaşından 12 və çox olarsa Əlinin neçə yaşı var? Burada əvvəlcə yaşları ardıcıl cüzətdir. Əli, Vəli, Əhməd kişilikdən böyük doğrudur. İndi yazıram buradan Əli, Vəli və Əhməd. Burada cüzətlər dediyi üçün birinci əlini 2n götürəcəm. Ardıcıl cüzət. Çünki 2n cüt ifadıdır. Niyə cüt deyirik? Çünki mən n-ə istənilən ədəd versəm 2n cüt olur. Məsələn 2 vurulsun 1 tək veririm. 2 oldu. Məsəl üçün 2 vurulsun 3 bərabər 6 cüt oldu. 2 vur 4 8 cüt oldu. Yəni tək də versəm cüt edir. Cüt də versəm cüt edir. Demək ki 2n cüt ifadədir. Ona görə də əlini ən kiçiyin yaşını 2n götürəcəm. Bundan sonra da
cütərlər 2-2 artır. Məsələn 2, 4, 6 və 2-2 artır. Deməli mən növbəti cütər tapmaq üçün ardıcıl cütər dediyi üçün 2-nin üzərinə 2 gəlməliyəm. Məsəl üçün burada 2 yazsayım, 2-nin üzərinə 2 gəlib 4 yazıram. 4-ün üzərinə 2 gəlib 6 yazıram. Yəni bu 2-dirsə, bu da 2+2'dir. Yəni bu 2+2 4 isə o zaman Əhməd də 4+2 6 eləyəcək. Yəni bu da 2n'dirsə birincisi, bunun üzərinə 2 gələcəm. Yəni 2n üstə gəlib 2 olacaq. Bunun üzərinə 2 gəlib Əhmədi tapacam. 2n+4. Ardıcıl dediyi üçün 2 artırdım. İndi deyir ki, yaşlarının cəmi, yəni bunların hamısının yaşlarının cəmi, bunların hamısının yaşlarının cəminə baxsaq, burada 3 dənə 2n var. 2n, 2n, 2n. Edir 6 dənə n. Hamısının yaşlarının cəminə baxsaq, buradan toplasaq. 6 dənə n. Üstə gəl 2 ilə 4 toplasam edir 6. Demək ki, bütün Əli, Əhməd və Əlinin yaşları cəmi 6n+6-dır. Deyir, bunların cəmi Vəlinin yaşından 12% çox olacaq. Yəni 6n+6-dan çıxacam Vəlinin yaşını, yəni 2n, bu biraz bir tərəfə sürüşdərək, qoy sığışsın. İndi burada mərtəzidə yazaq. Mərtəzidə ümumi hamısının yaşından 6n+6-dan, yəni Vəlinin yaşını 2n+2 çıxsam olacaq 12. Niyə? Çünki deyir, hamısının yaşlarının cəmi Vəlinin yaşından 12 yaş çoxdur. Demək, hamısının yaşlarının cəmi Vəlinin yaşından 12 yaş çoxdursa, demək ki, hamısının yaşından Vəlinin yaşını çıxsam 12 dər deməkdir. İndi burada 6n-dən 2n-i çıxsaq, eləyəcək 4 dənə n, buradan yazıram. Bu 6-dan da bu 2-ni çıxsaq, qarşısında 2 var, çıx var deyə, bu çıx 2 olur, yəni bu üstü gəlin də olsa. Buranın mərtəzi hansısa olsa, biz bu çıxaq, içəridəki ədədlərimizin qarşısına çıxaq edir. Yəni bura heç nə yoxdur, çıxaq olur. Bura üstə gəlir, tərsini, əksinə dəyişir, çıxağa çevirir. Məsələn, bura çıxaq yazsaydım, bu çıxağı üstə gəl edəcəkdir. Yəni, mötərizənin qarşısında çıxaq varsa, mötərizənin içərisindəki ifadələrin hamısının işarəsini, yəni çıxaq üstə gəlini əksinə dəyişir. Bunun qarşısında heç nə olmamaq, burada üstə gəl olması deməkdir. Bu çıxaq, bu üstə gəl çıxağa çevirir. Yəni, belə yazıram. 6n üstə gəl 6 çıx 2n olacaq bu. Bu da burada üstə gəl 2 idi. Bu çıxaq mötərizənin qarşısında olduğu üçün üstə gəli də çıxağa çevirəcək. Yəni, çıx 2 olacaq, bərabər 12. Buradan 6n-dən bu 2n-i çıxıram. Yəni, eyni məhsulları ayrıca çıxıram. Məsələn, 6n-dir, 2n, hər ikisi də n-li ifadədir. Yəni, oxşar ifadələrdir. Ona görə 6n-dən 2n çıxdım 4n. 6-dan da çıx 2 yazıram, edir üstə gəl 4. Üstə gəl daha çox olduğu üçün 6-dan 2-ni çıxıb üstə gəl 4 yazdım. Bərabər nəyə? 12-yə. Buradan da 4n bərabərdir 12 çıx 4-ə. 12-dən 4 çıxıram 4-ün nə olduğunu tapmaq üçün 12-dən 4 çıxırıq. Buradan da 4n bərabərdir 12 çıx 4 8. Buradan n tapmaq üçün 8-i bölürük bu 4-ə. 8 bölünsün 4 bərabərdir 2. Deməli, n 2-dir. Apap, n-in qiymətini yerinə qoyuruq. Bizdən deyək, 50-nin neçə yaşı var? 50 nə idi? 2n idi. Biz də n-i 2 tapdıq. n bərabər 2 tapdıq burada. Baxın. Demək ki, 2n də 50-nin yaşını tapmaq üçün n-in yerini 2 yazacağım. Yəni, 2 vurulsun 2 bərabər 4. Bu olacaq. 2 vurulsun 2, n-in yerini 2 yazar. Üstə gəl bu 2. Edir 6. Burada 2n vurma var da, yəni. Olacaq 2 vurulsun n-in yerini 2 yazıram. Çünki n-i 2 tapdıq. Üstə gəl 4, bu deyil 8. Deməli, 50-nin 4 yaşı var, Vəlinin 6 yaşı var. Məndə 8 yaşı var. Bizə 50-nin yaşını istəyir 4. Yəni, cavabımız B 4 olacaq. Keçirik. Növbəti sual 12-ci suala. 12-ci sual deyir ki, 6A810-da ədədini 1000-şəyə qədər yuvarlaqlaşdırdıqda 70.000 alınır. A-nın yerində yazılacaq ədədin 4 misli neçədir? Burada
minliyə qədər deyəndə bu tərli, onluq, yüzlük, minlik. Bu A hərfi minlikdədir. Bura qədər yuvarlaşdırmam lazım. O zaman bu 8 A-nın yeni yazdığım ədədi artırıb 10 edəcək. Mən də bura A-ya 0 yazacağım. O bir yadlarının altını gələcəm 7 olacaq. Yəni ki, A burada ancaq 9 ola bilər. Və 9 yazsam, baxın. O zaman minliyə qədər, yəni bu 9'a qədər yuvarlaşdırsam, 8 bu 9'u artırır, edir 10, 0 yazan bir yadda, 6'nın üzərinə gəlirəm, bir yaddan 7'dir. Digər bu 8, 1, 4'də 0'a çevirirdik. Edir 70 min. Demək, A 9'dur ancaq. Başqa şey ola bilməz. Məsələn, 8 versəm, məsələn, bu 8 versəm, tutaq ki. Yəni 9'dan kiçik istənilən ədədi versəm, olmayacaq. 8 versəm, bu 8, bu 8'i artıracaq, edəcək 9. 6 qalacaq, 8, 14. Yəni burada 7 yazsam, 8, bu 7'den artırıb, burada 8 edəcək. Yəni 70 min olacaq. A-nın 9 olur. Bunda 4 mislini istəyir. Yəni 4 misli demək, 4'ə bu deməkdir. 9 uzun 4 edir 36. Cavabımız C variantı. Keçirik növbəti sual, 13-cü sual. A və B nasıl ədədlərdir? A vurulsun B 14'dür. Olarsa 3A plus B ifadəsinin alabiləcəyi ən böyük və ən kiçik qiymətlərini cəmi tapın. İndi biz burada A və B'nin yerinə nələr yaza bilərik? Altdan yazıram mən yenə. A vurulsun B bərabər 14. Nədən hansı 14 ola bilər? Məsələn, A-ya 1 verə bilərəm, B-yə 14, edir 14. Və A-ya 2 verərəm, B-yə 7, hansı yenə 14. Və yaxud burada A-ya 14 verərəm, B-yə 1 verə bilərəm, yenə hasımız 14. Bunlar bir dənə kiçildim, bu hamısını sığışdıra bilim. Sonra növbətdə də bunu edə bilərik. Bura 7, B-yə 2 versən, bərabər 14. Deməli, A 1, 2, 7 və 14 ola bildi. Və ya B də 1, 2, 17 və 1, 2, 7 və 14 ola bildi. İndi bütün bu halları getirib yerinə qoyacağım burada. Çünki bunun ən kiçik və böyük qiymətini istəyir. İndi buradan yazıram. 3 vurulsun A, üstü gəl B. İndi burada əvvəlcə A-ya buradakı qiymətləri yerinə qoyacağım. Bax, bu istiqamətdə. A gördüyümüz kimi 1'dir, B 14. A'nın yerine 1 koyuram. 3 vurulsun 1, üstü gəl B'nin yerine 14 koyuram. Eləcə cavabımız 3 vur 1, 3 üstü gəl 14 edir 17. 17 oldu. İndi keçirəm bu qiymətlərini qoyuram. A 3'ün gördüyümüz kimi 2'dir. Yəni 3, burada A'nın yerine 2 koyuram. Vurulsun 2, üstü gəl B'nin yerine burada 7'dir. 7 koyacağım. 2'ye vursam 6 üstü 7'dir. 13. Sonra növbətdə bunlara yerini qoyacağım. Yəni A'da 14. 3 vurulsun A'nın yerine 14 koyuram. Üstü gəl B'nin yerine 1. A'nın 14 qiymətində B'yə 1'dir ona görə. B'yə 1 veririk. 3 14'ü buranda 42 edirsə, 1 gələndə 43. İndi sonuncu halı edək. Yəni 7 və 2 olan halı. A'nın 7 qiymətidir. Burada gördüyümüz kimi A 7'dir. Ona görə bu A'nın yerine 7 qoyuruq. 3 vurulsun 7, üstə gəl B'yə də 2 verəcəm. B gördüyümüz kimi 2'dir burada. Yəni bu B'nin üçün 2 qoyuram. Bərabər 3 vurulsun 7, 21 üstə gəl 2'dir. 23. İndi bizə deyir ki, ən böyük ən kiçik qiymətini tapın. Ən böyük qiymətimiz 43, ən kiçik qiymətimiz 13. Bunların cəmini istəyir, ən böyük qiymətini, ən kiçik qiymətinin cəmini. Yəni 13-dən 43-ün cəmini tapacaq. 13 üstə 43 edir 56. Cavabımız D variantı. Keçik 14-cü sual. 14-cü sualda yuxarıdakı alt toplama əməlinə əsasən A plus B plus C cəmini tapın deyir. İndi burada B ilə 9 toplayıb C alıbdır. Demək ki, bunu nə yaza bilərik? B üstə 9 edib C 6 toplama əsasən A plus B plus C cəmini tapın. İndi burada baxsaq A burada nə olur? 9 olub deyir. Yəni A demək burada 8 ola bilər. 2 məsələn bununla 5 ilə C-ni toplayıb burada 2 alıb. Məsələn 12 alıb tutaq ki. Yəni 22 ola bilməz də. Yəni mən
5 ilə 17-ni toplasam 22-yə bilər. Yəni C burada 7-dir ya 6-dır 100%. Burada 6 olacaq C. Niyə 6 olacaq? Mən bura C'yə 6 versəm və ya burada C'yə 6 versəm 9 ilə B'yə nə versəm 9 ilə B'ni toplasam 16 edir. 16 bir yadda alınır. B'yə 7 versəm, məsələn B'yə 7 versəm B bərabər 7 yazıram və 9-unu toplasam 16 edir bir yadda. Həmin o bir yaddan olur. Bu 5 toplayam 6. 5 ilə bu bir yaddan toplayam 6. Üstə gəl C'yə də burada 6 vermişdik. 6 eğer 12 yine bir yadda. Demek C'ye de 6 verdik. Bir yadda. İndi bir yadda anında bu A'nın toplayan 9 edir. Demek ki A nədir? 8 ki üstə bu bir yaddan gəldiyimizdə 9 edir. Deməli A da oldu 8. Bunların cəmini istəyir. 7 üstə gəl 6 edir. 13 üstə gəl 8 edir. 21. Cavabımız A variantı. Keçək 15-ci suala. Burada deyir 10 rəqəmli A ədədi üçün 10 dənə 4 var burada yəni. Bu A üçün aşağıda verilən fikirlərin hansı doğrudur? 4'e tam bölünür deyir. Düz deyil çünki 4'e bölünmə əlaməti ədədin son 2 rəqəmin əməliyyəti ədəd yəni 44. 4'e bölünürsə bəli bölünür 11 alınır yəni. Demək ki bölünür 44 4'e. Demək ki bu 10 rəqəmli A ədədimiz də 4'e bölünür. Deməli birinci düzdür. 9'a bölünmə əlaməti. 9'a bölünmə əlaməti odur ki verilmiş ədədin rəqəmlərinin cəmi 9'a bölünərsə həm demək 9'a bölünər. Burada 10 dənə 4 var. 10 dənə 4'ün cəmi 40. 49'a bölünürmü? Yox, bölünmür. Demək ki bu ədədimiz də 9'a bölünmür. Demək ikinci olmalı. Keçək üçüncü şərtə. 11'e tam bölünür. 11'e bölünmə əlaməti budur ki, verilmiş ədədin tək yerdə duran rəqəmlərinin cəmi ilə cüt yerdə duran rəqəmlərinin cəminin fərqi 0 və ya 11'e bölünən ədədlər olarsa, həmin ədəd 11'e bölünür deyə bilirik. Yəni necə? Bax burada, məsələn burada 1 bu tək yerdə duranları qırmızıyla yazıram. 3 5 7 və 9 düz göstərdim. Yox, çox getdim. Bura 7'dir. Burada 9. İndi cüt yerdə duranlarda göylə yazaq. Bura 2'dir. 4-cü rəqəmdir. 6-cı rəqəmdir. 8-ci rəqəmdir. Bu da 10-cu rəqəmdir. İndi tək yerdə duran rəqəmlərin cəminə baxaq. Tək yerdə 4 durur. 4 4 4 4. Neçə dənə 4 var? 1 2 3 4 5 dənə 4 var. Cəmi yer 20. Yəni tək yerdə duran rəqəmlərin cəmi 20. Cüt yerdə duran rəqəmlərə baxsaq 2. Yəni ikinci 4'dür, 4-cü də 4'dür, 6-cı da 4'dür, 8-ci də 4'dür, 10-cu da 4'dür. Bunun sayı 1 2 3 4 5 dənə 4 var. Cüt yerdə də. Yəni bu rəqəmlərimizin cəmini toplamırıq ha 1 3. Bu tək yerdə duran rəqəmlərimiz yəni 4 4. İndi burada da cüt yerdə də 4'lər durur. 5 dənə 4'ün cəmi 20. Bunların fərqi 0 olarsa, bax fərqi 11'e bölünür deməkdir. Əgər fərqi 11'e bölünməsə bölünməyəcək. Və fərqi məsəl üçün açıram burada tutaq ki biri 62 olmuşdur rəqəmlər cəmi. Biri də 40. Tutaq ki tək yerdə duranlar 62 oldu, cüt yerdə duranlar 40 və ya tək yerdə duranlar 40'dır, cüt yerdə duran 62'dir. Fərq etmir, hansı deyirsən. Fərqi 22 və 11'e bölünən ədəddir. Əgər fərqi tək yerdə duranlar, cüt yerdə duranların cəminin fərqi 11'e bölünərsə 11'e bölünür və ya fərqi 0 olarsa 11'e bölünür. Bizdə 20 çıx 20 oldu, bu da 0 oldu. Demək 11'e bölünür deməkdir. Demək ki 11'e bölünür, bu da düzdür. Və 44'e tam bölünür deyir. 44'e bölünür. Niyə? Çünki 44'e bölünmək 4 olsun 11. Həm eyni zamanda ədədimiz həm 11'e bölünməlidir, həm də 4'e bölünməlidir ki biz deyək ki 44'e bölünür bu. 4'e bölünür, tapmışıq. 11'e bölünür. Demək ki hər ikisinə bölündüyü üçün həm 4'e
həm də 11-ə bölündüyü üçün 100 qoydum. Demək ki, 44-ü də bölünür bu verilmiş ədəd. Demək, 44-ü də bölündü. Demək, doğru variantları istəyirik. 1, 3 və 4-cü, yəni 1-ci, 3-cü və 4-cü doğrudur. O cavab D variantı olur. Keçək 16-cı suala. Aşağıdakı ədədlər müəyyən qanuna uyğunluqla yazılmışdır. Sual işarəsinin yerinə neçə yazılmalıdır? Burada diqqətlə baxsaq, bütün ədədlərin üzərinə 2-nin qüvvətlərini gəlir. Məsələn, 3-ün üzərinə 2 üstü 1 gəlir. Bunu biraz kiçirelim qələmimizin ölçüsünü burada. Qoy, nazik yazsınlar. Məsələn, 3-ün üzərinə üstə gəlir 2 üstü 1. 2 üstü 1 elə 2 deməkdir. 3-ün üzərinə 2 gələndə 5 edir. 5-in üzərinə gələcək 2 üstü 2. Yəni 2 üstü 2, 2 2, 4 deməkdir. 5-in üzərinə 4 gəlsən 9 edir. 9-un üzərinə 2 üstü 3 gələcək. Yəni 2 üstü 3, 2 vur 2 vur 2, 8 deməkdir. Yəni 9-un 8 yəni 17-dir. 17-nin üzərinə 2 üstü 4 gələcək. 33-ün üzərinə 2 üstü 5 gəlib. 65-in üzərinə 2 üstü 6 gələcək. Alınacaq bu sual işarəsi. 2 üstü 6-da 2-ni 6-da öz-özünə vurmaq deməkdir. 2-ni 6-da öz-özünə vursaq 2 vur 2 4, 8, 16, 32, 64 deməkdir. 2 üstü 6. Demək ki, 65-in üzərinə 2 üstü 6, 64 gəlir. Bunu toplayır. Tapırıq 129. Cavabımız 129. A variantı. Keçirik 17-ci suala. Burada deyir ki, aşağıdakı toplama əməlində A plus B cəmi neçədir? Burada əvvəlcə baxsaq 3 dənə B-ni toplayıb B alır. Burada yalnız nə vaxt mümkündür? 3-ü nəyə vursaq, sonu həmin o vurduğumuz ədədlə qutaran ədəd var. 5-ə, yəni B 100% 5-dir. 3 dənə 5-in cəmi 15. 5 yazan 1 yadda. Bunlar da 5'ti. 2 tane 5'in cəmi 10. Bu 1 yaddan gəlsəm 11. Üstə A gəlib 8 alır. Demək A 7'dir. B 5. A da 7. Həqiqətən buraya 7 qoysaq. 7'nin 7'nin cəmi 14. Bir yadda var idi. Çünki burada 5, 5, 7 olmuşdu. 18. Buradan belə deyim, en baştan başlayaq. Yəni 15, 5 yazdım, 1 yadda. Bu 1 yadda anında bulanın cəmliyə 17'nin toplam 18. Yenə 1 yadda. Sonra 7'nin 7, 14, 1 yadda. Bu 5. Həqiqətən bax, B'ni 5 tapmışıq, 5 oldu. Burada da B 5 oldu. Buradan A 7'dir. Yəni bura 15 yazdım. Yine 1 yadda. 7'nin 1 yadda 8 demək doğru oldu. A 7, B 5. Bulanın cəmi istəyir. 7 5 bərabər 12. Cavabımız 12'yi. Cavab A variantı. 18-ci suala baxırıq. Burada bizə bunu istəyir. Əvvəlcə baxsaq, bunun həllidə gördüyümüz kimi A'nın yerini burada qara üçbucaqda bu. A 3'tür. O zaman burada A'nın yerini 3 koyacağım. 3 vursun 3. Burada vurmalar var yani. 3 A'nın arasında biraz koymuyorlar. Vurma var yani. 4 B'nin de arasında vurma var. Yani bu 30 ise 4. 3 vuradır. B'de de gördüğümüz gibi 1 durur. Deməli çıxılsın 4 vurulsun 1. 3 vuruş 9 çıxılsın 4 vur 1 4 5. Deməli bunu tapdıq 5 oldu. Keçib bunu tapırıq. A 5'ti. Burada A'nın yine 5 koyduq. Yani 2 vurulsun 5. Üstə can koyuram. 3 vurulsun. B'de gördüğümüz gibi 2'dir. 2'yi 5'e vursam 10. 2'ye vursam 6 edir. 16.
Ve burada olduğu bütöv. Burada 16. Toplama var burada. Toplam edir 21. Sağımız 21 D variantı. Keçək 19-cu suala. Burada 19-cu suala naməni axtarırıq. Galiba bu S kırmızıdır. S kırmızıdır. Mesela na kara yumrudur. Na kara yumrudur. Na kara yumrudur. Məni axtarırıq. Məni də burada gördüyümüz kimi ancaq A kvadratdır. Deməli yumru qara yumru kvadrat. O da gördüğümüz kimi buna uygun yani. Yani C variantı. Cevap C. Tapdıq. Yəni hər heca bir dənə işarəni göstərdi, oydu. 20-yə baxırıq. Burada sani verir, yazıram. 20 rəqəmlər əvəzinə hərflər istifadə etməklə şifrə qurur. Rəqəmlər əvəzinə hərf. Sani yazıram. S, A, N, I. Deyir ki, rəqəmləri fərqli, rəqəmlər ən böyük ədəddir. Rəqəmləri fərqli, 4 rəqəmlər ən böyük ədəd 9, 8, 7, 6. Rəqəmlər fərqli, 4 rəqəmlər ən böyük ədəd budur. Sonra deyir ki, Turanı da yazaq. T, U, R, O. Tura deyir. Kəlməsi isə rəqəmləri fərqli ən kiçik ədəddir. Rəqəmlər fərqli ən kiçik ədəddir. Yəni rəqəmlər fərqli, 4 rəqəmlə ən kiçik ədəddən söhbət. Tura kəlməsi isə rəqəmlər fərqli ən kiçik ədəddir. Rəqəmlər fərqli. O zaman 1, 0, 2, 3 rəqəmlər fərqli ən kiçik ədəd. 1023. Bu da 9876. Bizdən Asuri istəyir. Bunu. A-nı baxaq üçün nədir? A gördüyümüz kimi 8-dir. 8. S lazım. S 9-dur. 9 yazıram. Sonra U hərfi 0-dır. U-nu 0 yazıram. R lazım. R 2-dir. R-in əvəzinə 2 yazıram. Və I qaldı burada. İ'yə baxsaq, I 6-dır. İ'nin yerinə buradan 6 yazırıq. 89026. Yəni A variantı olmuş olur. Keçək 21-ə. Aşağıdakı ədədlər müəyyən qanuna uyğun yazılmışdır. Sual işarəsinin yerinin neçə yazılmalıdır? Burada baxası olsaq, 10-cu rəqəmlər cəmi 1 plus 3 4. 4-ün kvadratı nədir? 16. Deməli, bu rəqəmlərin cəminin kvadratını tapırıq. 1 üstü 3 kvadratı budur. 16. O zaman bunun da rəqəmlərin cəmi kvadratı, yəni 1 üstü 6 edir 7. 7'nin kvadratı 49. 49'un rəqəmlərin cəmi 4 plus 9 edir 13. 13'ün kvadratı 169 düzdür. 169'un rəqəmlər cəminə baxaq. Bu kvadrat yüksəkcək 1, 3, 9 yox, 1, 3-dən 1, 6, 9. Rəqəmlər cəmi 16 kvadrat yüksəkcəyin 16-na bərabər 16'nın kvadratı olacaq sual işarəsi. 16'nın kvadratı 256'dır. Yəni cavabımız D variantı. Keçək 22-ci suala. 22-ci suala aşağıda toplam əməldə A, B və C ədədlərinin hər biri natural ədədlərdir. A-nı tapın deyir. A-nın üzərinə B-cinin gəlib A alır. Və B və C-nin cəmi 10'dur. B plus C 100% 10'dur. O zaman
biz burada A'nın yerine qoysaq, bir dənə 9 qoysaq uyğun olmaz. Məsələn, 6-nı qoyaq, baxın. Bizə deyir, A'nı tapmayaq. A burada 6 olar, 7, 8'e baxın indi. Yaxşı, 6 qoydum bura. 6'sı gəl, BC 10'dur. İkisi bir də 16 deyil, 6 yazıram. Bir yadda. Bu da 16. Bir yadda 17. Niye bir yadda? Şimdi 16. Bir yadda. Edir 17. Yani uygun oldu. Orada 1 vereceğim bunlara. 9. Mesela. Ya burada 9 verin uygun olmadı. Gözün 6'ını verse uygun olmadı. Niye? Çünkü burada B 9 oldu mesela. C 1 olur düzdür. Ama B 9 vermiş. Görürsünüz. Ama burada B 7 oldu. Deməli 6 olmaz. Dedim hamısı uygun gəlmir. Yani A'nı koyduk. 6'ını koyduk. Uygun olmadı. 7'ni koyaq. 7'ni koyaq. Olur mu? Yine de yazıram. Ulan cəm 10'dur. C burada 1, 100%. B 9 olmalı cəmi. 10 olması üçün. Yüzey bura 3, 7 yazabilirim. Ama bu sonuncu rəqəm 3 olmaz. 100% 1'dir. Buna görə də birdən başqa heç yaza bilmərəm. C 1, 100%. O zaman C 1'dirsə cəm olması üçün B 9 olmalıdır. 9 yazın. Şimdi burada 7, 9, 1 cəmi 17. A burada 7 vermişəm. Burada 7 oldu, düzdür bu. Bir yadda. Şimdi yine 17. Burada bir yadda nedir? 18. Yani burada 7, 8 yazmalı. Burada B 9'dur. Burada 8 oldu B. Yani 9 olması lazımdı. Ve olmadı bu. 7 uygun gəlmədi. Buraya saxlayaq burada. Dinsinliyim. İndi A'ya 8 verirəm. Burada cəm 18. 8 yazıram. A hərəki uygun oldu. 8 vermişəm. 8 oldu A. Baxın 8. 8. Bir yadda. Yine burada 18. Bir yadda 19. Uygun oldu. 9 oldu. Burada da 9'du B'miz. Burada 9 oldu B'miz. 19 yine bir yadda. Şimdi burada yine buradan 18. Bir yadda olur 19. 9 oldu B'nin yeri. Burada 9 yani. Deməli 8 uyğun gəldi. Cavab C'dir. 9'u qoysanız uyğun gəlməyəcək. Bunun özünüz bura qoyun 9'a. Yoxluğun işi alınmayacaq yəni. Cavab C'dir. Keçək 23-cü suala. 23'e baxaq. Buradan sileyim. Deməli 23-cü sual deyir ki, aşağıdakı figurlardan biri digərlərindən fərqlidir. Fərqli olan figuru tapın. İndi mən bunlardan birini çəkəcəm, belə rəhləyəcəm. Yəni, məsələn, bunu özünü düzəldib, sonra məsəl üçün fırladacam, gör buna uyğun gəlirmi və ya buna uyğun gəlirmi. İndi saxlayıram videonu, çəkim.
Şimdi çəkdim. İndi məsəl üçün bu birincisi şəklini çəkmişəm. Bir də götürürəm bura. İndi bunu baxacağım B için bu tərəfə çevirsək ki, B-nin üstü düşürmü? Düşürsə eyni, düşmürsə eyni. Baxın, üstü düşmür. Demək ki, baxın burada qara yumru yuxarıdadır. Burada qara yumru aşağıdadır. Yəni hər ikisi eyni deyil. Digər hər yeri eynidir. Məsələn, bura boşdur, boşdur, bura boşdur, burası da boşdur. Bura boşluqdur, bura da boşluqdur. Ancaq qara yumru burada yuxarıdadır, burada isə aşağıdadır. Demək ki, B uyğun gəlmir. A ilə B uyğundur. İndi A-nın şəklini çəkmişdim də. İndi C və D-nin də yoxlayana görə üst-üstü düşürmü? Məsəl üçün C ilə və D-nin üstü düşəsi olsa, o zaman deyəcək ki, B fərqlidir. İndi yoxlayaq. Bunları silim rəngləri. İndi götürürəm, yoxlayıram. Bax, bunu götürdüm. İndi bunu təpəsi aşağı çevirəcəm. Uc nöqtəsini. Üstü düşürmü? Baxın, eynidir. Yəni, üstü düşür. Həqiqətən də. Yan-yana qoyacaq və alt-altı qoysam, aşağısı boş, boş. Burası boşdur, boşdur. Burası boşluqdur, boşluqdur. Burası rənglidir. Burada rənglidir, gördüyümüz kimi. Qara yumru burada, qara yumru burada. Hər yeri uyğun oldu. Demək, D ilə A uyğun. Çünki bu çəkdiyim şəkillər A şəklidir. İndi keçirəm C ilə üstü qoyacağım. Uyğun olurmu? Götürürəm bunu belə. Gedirəm bura, belə çevirirəm bu istiqamətdə. Çünki bu belə durur da bu istiqamətdir. Baxası olacaq, yəni üstü düşür yəni. Baxın, burada boşluq, boşluq. Burada boşluqdur, burada boşluqdur. Bura boşluq, burada boşluq. Nöqtə burada, nöqtə burada. Hamısı üstü gəlir. Demək ki, A, C və D bir-birinə oxşar oldu. Amma B fərqli oldu. Bir dənə B-yə baxaq, B-nin üstü düşmür. B-ni baxalım, belə tutanda B-də qara yumru haradadır? Gördüyümüz kimi yuxarıdadır. Ancaq bunda aşağıdadır. Belə, cavabımız yəni B bəndi fərqlidir. Normalde burada qara yumru burada olmalı ki, biz deyək ki, B ilə də uyğun olur. Məsələn, bunu silirəm, qara yumrumu buraya qoyuram. Belə olsaydı, düz olardı. Ancaq elə deyildi, aşağıdaydı, deyil. Və cavab B bəndi idi. Keçək 24-cü suala. 24-də deyək, hər iki üzü eyni rəngdə olan vahid kvadratlardan əmələ gələn fiqur cədvələ 4 dəfə və üstü düşməyəcək şəkildə yerləşdirilməlidir. Yəni, bu fiqur 4 dənəsini buraya yerləşdirəcəm. Birini, məsəl üçün, beləsinə yerləşdirəcəm. Nə bilim, birini belə yerləşdirəcəyik. Tutaq ki, birini, nə bilim, belə birini qırmızını göstərəm. Bu istiqamətdə belə yerləşdirəcəyik. Yəni, 4 dənəsini belə və ya fərqli bir cürdə yerləşdirəcəyik. Üst-üstə düşməyəcək şəkildə. Yəni, məsələn, bu yaşılla, tutaq ki, buranı belə çəkdimizə, bu istiqamətdə çəkim. Üstü düşmək bu demək ki, yəni durub buradan bir dənə xət götürüb bunu belə çəkənmərəm də yaşılla edəyəm. Məsələn, bunu qaran edəyəm. Daş belə bir şey. Olmaz. Üstü düşə bilməz. Çünki bu qırmızıyla bu indi çəkdiyim üstü düşdü. Olmaz. Nəsə, burası anladıq. Cədvəldəki bozxanaya hansı rənglər gələ bilər? Yəni, bura. Deyək ki, cədvəldəki xanaların tərəfi vahidə bərabər. Yəni, hər tərəf bir-birinə bərabərdir bu ölçülər. Yəni, bu kvadratların hamısı eyni ölçüdədir. Bunu demək istəyir bu cümlədə. İndi mən bunun da şəklini çəkəcəm. Bizə deyir ki, ən başda iki üzü eyni rəngdədir. Bu üzdən baxan istiqamətləri tapacam, rənglərini yaradacam. Bir də bunu çevirəcəm o birisi üzünü belə. Çevirəcəm. Yaşıl düşəcək bu tərəfə, yaşıl bura. Sarısı bura, kırmızısı bura, göy bura, qara bura. Yəni, çünki biz bunun üzünü çevirsək, bu istiqamətdə tutaq çevirdim də. O zaman bu uc hissəsi burada olmuş olacaq. Çünki arxa üzünə baxmaq üçün. Çünki bir dəfə belə arxa üzünü bunun üzərinə qoyacağım. Bir dəfə də bu görünən üzü üst-üstə qoyacağım 4 dəfə. Görək bu boz tərəfi hansı rənglər? İndi bunun şəklini çəkirəm. Videonu saxlayıb ümumi həm arxa üzün görünüşünü, həm ön üzün görünüşünü şəklini çəkib
buraları yerləşdirəcəm. Baxacaq ki, görək arxa üzün görünüşünü buralara yerləşdirdiyimizdə boz yerlərinə düşür. Buradan öndən baxdığımızda görünən üzü 4 dənəsinin üstü qoysaq, bura nə düşür? Bunu tapacaq. Yəni bu boz yeri hansı rəngdən düşdüyünü tapacağıq. İndi çəkirəm mən. Saxlayıb video. İndi mən şəkilləri çəkdim. Baxın, burada bu çəkdiyim 4 dənə şəkil, bu istiqamətdəki. Bunlar. Yəni bunlar. Elə görünən fiqurdur öndən. Öndən baxdığımızda eyni şeydir gördüyümüz kimi. Baxın, yaxınlaşdırıram hamısı və bu fiqurdur, yəni eynisidir. Bu öndən baxışdır. Bunu qoyuram bura. 4 dənə hazırlamışam. Çünki 4 dənəsini deyib bura yerləşdirmək lazımdır. O zaman deyib bu bura yerləşdirəcək 4 dənəsini. Bura hansı rəng düşəcəyini tapacaq. Bu isə arxa tərəfindən baxdığımız üzüdür. Çünki biz bunu bura qoyuram. Niyə belə etmişəm? Məsələn, bura qoydum. Biz bu fiquru, yəni bu fiqurun arxasından baxsaq, bunu çevirsək də bunu. Tutaq ki, üzünü aşağıdan yuxarıya, sağdan sola doğru çevirdim, yəni bu istiqamətdə. İndi bunu burada mən 3D olaraq göstərə bilmirəm. Yəni mən bunu çevirəsi olsam, üzünü, yəni aşağı yuxarı fırlamıram. Sağ üzünü, arxa üzünü önümüzə gətirirəm. O zaman belə görsünlər. Çünki çevirsəm, yaşıl düşəcək bu tərəfə, qırmızı göylərin də arxa tərəfi bura düşəcək. İndi buradadır arxa tərəfi. Çevirəsi olsam, arxa tərəf gəlib düşəcək bura. İşte, yəni inşallah anladınız. İndi biz bir dəfə bu arxa üzdən görünən tərəfləri yerləşdirəcəm bura. Bir də ön üzdən görünənlər, bunları yerləşdirəcəm bura. Boz tərəf hansı rəng düşür? İndi başlayaq. Birinci arxa üzü edək. Məsələn, bunları bura yerləşdirirəm. Məsələn, birini bura yerləşdirirəm. Sonra bunu götürürəm. Bunu bura yerləşdirirəm belə. Sonra bunu götürəcəm. Bura yerləşdirəm. Prosto bunu çevirmək lazım. Belə çevirirəm. Çünki keçsinlər bura. Bura keçəcək. Yerləşdirdik. Sonra bunu götürüb bunu da belə çevirməm lazım ki, qoyub yerləşsin bura. Bura yerləşsə gördüyümüz kimi burada baxın, yaşıl düşdü boz tərəfə. Buralar belə silsəm görürsün, yəni buralar yaşıl görürsün mü? Geriyə qaytarım. O boz yerə deməli yaşıl düşür. Deməli biri yaşıldır, yaşıl düşdü. Yığ yazaq, yaşıl. İndi bunları götürürəm. Qırağa qoyuram bunların hamısını. Bunları bütöv qırağa qoyuram bura. İndi keçirəm bunları yerləşdirməyə. Bunları gedib yerləşdirəcəm bir-bir. İndi birinci bunu yerləşdirək buradan belə. Sonra bunu yerləşdirəcəm buradan. Sonra bunu yerləşdirirəm. Yenə yaşıl düşəcək belə olanda. Bax, belə də qoysaq, yenə də gördüyümüz kimi bu. Sonra bunu çevirib bura qoyacağım. Gördüyümüz kimi yenə yaşıl düşür. Və hər ikisini qoyduğumuzda yaşıl düşür. İndi keçək başqa cür yerləşdirəcəm bunları. Geriyə qaytarım bunların hamısını. İndi nə edirik? İndi götürüb yerləşdirək. Tutaq ki, bunu birini götürdüm buradan. Bunu buraya yerləşdirirəm belə. Sonra bunu buradan birini götürürəm, hərəsindən bir dənə götürürəm. Bunu buraya yerləşdirirəm beləsinə. Sonra bir dənə bunu götürürəm yenə də. Çevirirəm. Belə yerləşdirə bilərəm, gözləyim bir dənə. Bunu qırağa qoyuyorum. Digərini getirim, qəşəng olsun. Məsələn, bundan birini götürürəm. Getirirəm burasını silək. Bu artıq oldu, bu da yaşıl. Bunu buraya yerləşdiririk belə. Sonra bunu götürürəm, buraya yerləşdirirəm. Gördüyümüz kimi yerləşdirim biraz. Yuxarı düşdü, biraz aşağı düşdü. Belə. İndi bunlar yerləşdi. İndi gördüyümüz kimi boz rəngin yerində buranı silirəm. Qırmızı gördüyümüz kimi baxın. Geri, evet, qırmızı.
Həm də qırmızı uyğun gəldi. Q yazırım. Deməli, yaşıl da uyğun gəldi, qırmızı da. Deməli, yaşıl və qırmızı cavab A variantı. İndi keçirik növbəti suala. 25-ci suala. Vasit 9 kvadratı şəkildə göründüyü kimi sarı, mavi, qırmızı rənglə boyayır. Eyni rəngdə 2 kvadratın ortaq tərəflərinin qalması üçün vasif ən az neçə kvadrat yenidən boyamalıdır. Burada demək istəyir ki, məsəl üçün eyni rəngdə 2 kvadratın ortaq tərəflərinin o qalmaması. Yəni bu cümləni analiz etsək, o demək ki, məsələn burada 2 dənə göy rəng var. Ortaq tərəfləri eyni rəngdir. Yəni bu kvadratında ortaq rəngləri burada göydür. Gördüyümüz kimi tərəf göy rəngdir. Yəni bu olmaması lazım. Və ya burada qırmızıdır, burada qırmızıdır. Ortaq rəngləri qırmızıdır gördüyümüz kimi. Və ya bununla bu qırmızı, ortaq rəngləri qırmızıdır. Olmaması lazım yəni. Onun üçün biz buranı qırmızı rəngləyə bilərik. Məsələn bu göy qırmızı deyirəm ki, qırmızı rəngləyə bilərik. Məsələn qırmızı rənglə gör necə olur. Bir dənəsini rənglədim qırmızı. Qırmızı rəngləri belə qalsın. Hazırda gördüyümüz kimi bu göy ilə bu qırmızının ortaq rəngi belə deyim, göy olmalı. Buranı silirəm. Göydür. İndi geri qaytaram. Ortaq rəng eyni rəng olmalı. Yəni bu kvadratla bu kvadratda. Birində göydür, birində qırmızı. İndi bunları yox etmək lazım. Bura mən məsəl üçün bunu rəngləmək istəyəcəm. Bunu nə rəngləyək? Məsələn, bunu sarı rəngləsəm, bununla ortaq sarı rəng olacaq. Məcburam bunu göy edəm. Göy rəng, gördün. Buranı göy rəngləsəm, bax buna. Gördünüzmü? Qırmızının sərhədi yuxarıdakı, ortadakı qırmızı ilə bu rənglədiyim qırmızının ortaq rəngi yox olmuş o. Yəni ikisi də biri bax bura. Bu kırmızıdır, bu da mavi oldu. Yəni ortaq rəng qırmızı olmalı. Və ya bu qırmızı idi, bu da qırmızı idi. İndi mavi qırmızı oldu. Ortaq rənglər yəni eyni rəng olmadı. Demək ki, hal-hazırda biz düzəltdik. Heç bir fiqurların ortaq rənglərini ediyoruz. Məsələn, o sarıdır, göydür ətrafları. Qırmızıdan görsən, bu sarıdır, bunlar göydür. Ortaq rəng yoxdur. Və ya bu qırmızıdır. Ətraflarında mavi, sarı, mavi, heç biri ortaq rəng deyil. Və ya qırmızından bu mavi ortaq deyil. Nəsə, demək ki, ən az 2 dənə rəng rəngləsək, buranı biz qırmızı dedik, buranı da mavi, 2 dənə rənglədik, ortaq rəngimiz eyni olmayan kvadratlar əməlləri gətirdik. Cavab A bəndi. 26-ya baxırıq, qanun uyğunluğu müəyyən edin. Və qanun uyğunluğa baxsaq, görərik ki, bu ikisinin rəqəmləri cəmi 1 edir. 1 ilə 0-ın rəqəmləri cəmi 1. Bu 11-in rəqəmləri cəmi 2. 12-nin rəqəmləri cəmi 3. Yəni 1-1 artır rəqəmlər cəmi. 2 ilə 22-nin rəqəmləri cəmi 4. Gördüyümüz kimi 1, 2, 3, 4 belə artır. Sonra bu 5 olmalıdır. İlk də 4-ün 1-in cəmi 5-dir. 1 ilə 5-in cəmi 6 olmalıdır. 6-dır. Bura elə 7-dir. 7 olarak. Demək ki, sual işarəsinin yerinə elə ədəd yazmalıyıq ki, rəqəmlər cəmi 8 olsun. Yəni İstənilən rəqəmlər cəmi 8 olan ədəd yaza bilərik. Bu da variantlara baxacaq olsaq, verilmiş variantlarda ancaq 44 2 rəqəmlər cəmi nədir? 8-dir. Yəni sual yerinə buradakı 44 yaza bilərik. Cavab D variantı. Məsələn, burada 53 olsaydı variantlarda 53-ü də seçə bilərik. Çünki bunun rəqəmlər cəmi nədir? 8-dir. Bizdə sadəcə variantlarda ancaq 44 verildiyi üçün rəqəmlər cəmi 8 olur. Biz 44-ü seçirik. Cavabımız D variantı. 27-yə baxıq. 27-ci sualda baxacaq olsaq, burada figurumuz bu 8 bucaqlıdır. Baxacaq olsaq, 1, 2, 1, 2, 3, 4, 5, 6, 7, 8 tərəflidir. Yəni 8 tərəflidirsə buna 8 kimi baxırıq. Bu 3 bucaqlı olduğu üçün bundan 3 kimi, elə bilir 3-dür. O cür baxırıq. Bunları toplayıb 2-yə vursaq 22 edər. Deməli, bunları toplayırıq, vururuq 2-yə, bura alınır. İndi məsəl üçün bu 4 bucaqlıdır 4, bu da 5 bucaqlıdır 5. Yəni toplamalıyam, vurmalıyam 2-yə. Toplasam 9, vururam 2-yə 18. Doğru oldu. Sonra bura 6 bucaqlıdır 6 yazıram, bu da 4 bucaqlıdır 4. 6 ilə 4 toplayıb 2-yə vuracam, edəcək 20. 6 ilə 4 topladım 10, üstünü vurursun 2, 20 düz oldu. Bu da demək ki, burada axırıncıda bu 3'dür, bu da 5'dir. Bunları toplayıb 2-yə vurmam lazım. 3 üstə gəl 5 edir 8, vurulsun 2 edir K. Yəni 16. K-nı istəyir bizdən. Elə K-da bərabər 16. Cavab A variantı. 28-ci suala baxırıq.
28-ci sualda da bizim fiqurumuz fırlana gedibdir. Görəs, baxası olsaq bu istiqamətdə fırlanır yəni. Yaşıl buradaydı, çevrilib, sonra yaşıl bura düşüb, çevrilir. Yəni hamısı yerini dəyişir. Yaşıl bura gəlib, bu işarə bura gəlib, bu da bura gəlib. Yəni hamısı yerini dəyişir. Növbəti dəfə məsəl üçün bax, bu işarə yuxarı qalxıb, gördüyümüz kimi. Yaşıl aşağı, yəni yaşıl da yerini dəyişir, aşağı düşüb. Bu yumru gördüyümüz kimi burada bura gəlib. Bu kvadrat çıxacaq yuxarı. İndi buradan da bura keçiddə yaşıl normalda bura gəlməliydi, amma burada saxlayıblar. Yəni burada səhvlik var testimizdə. Normalda yaşıl rəngi bura dirəkləməliydi. Yəni səhvlik var. Yaşıl bura gəlməliydi. Bu yumru yuxarı qalxır, həqiqətən qalxıbdır. Sonra bu da gəlməlidir bura, həqiqətən gəlibdir. Yəni normalda bura yaşıl olmalıydı. Bax bu hissə. Bura şəkil səhvdir. Buranın yaşıl rəngləyirəm mən. Düzgün olsun deyə. Yaşıl deyib, yaşıl yerdə ağ edəcəm indi. Gördün. Yaşıl, indi buradan ağ rəng seçək. Ağ rəng. Seçdik. Buranı da ağ rəng edəcəm. Normalde belə olmalıydı. Biz düzgünlüğü edək daha. Səhv çıxmaz. Yəni testdə biraz səhvlik var. Çünki bu yaşıl bura gəlirsə, bura ağ olaraq qalmalıdır yəni. Yaşıl çünki yerindəki bura gələcək, yəni bura. Sonra bu yumru fiqur yuxarı qalxmalıydı, qalxıb. Sonra bu bura gəlməliydi, həqiqətən də gəlib. İndi növbətdə və yaşıl yuxarı çıxacaq, yəni. Yəni buradan şəkil çəkək özümüzdə. Mən buradan qara rəng seçim, yəni gözləyim. Mən bir şəkil çəkirəm özümlə. Deməli bu yaşıl yuxarı qalxmalıdır. Yəni yuxarının yaşıl edirəm buranı. Bura yaşıldır. Sonra bu yumru keçməlidir bu tərəfə. Yumruğunu orada keçirəcəm, baxın. Yumru ortasında xətt. Sonra bu isə keçməli aşağıya, yəni kvadrat. Burasında bu xətt. Növbəti şəklimiz bu olmalıdır, yəni. Bu olan şəkil hansısı doğrudur. Gördüyümüz kimi B bəndinə uyğun olur. Burası yaşıl, qara yumru burada, bu da bu. Yəni cavabımız B bəndi olur. Keçik 29-cu suala. 29-cu sualda gördüyümüz kimi burada əvvəlcə biz bu üçbucağı həll etməliyik. Yəni üçbucaqdan ayıracaq. Üçbucağın gördüyümüz kimi qara üçbucağın burasında 4, yəni A-nın yerinə burada 4 yazacağam. Burada B-nin yerinə 7 olduğu üçün burada 7 yazacağam. Ona görə bu A-nın yerinə 4 yazıram. Üstə gəl, bu B-nin yerinə burada 3 vursun B-dir, yəni burada 3, yəni 30 neçədə deyil də, burada vurma var, sadəcə yazmırlar. B-imizdə 7-dir, burada B-nin yerinə 7 qoyuram, yəni 3 vursun 7. İndi 4 üstə gəl, 3 vur 7. 3'ü 7'ye vursam 21, üstə gəl 4, edir 25. Yəni bura oldu 25. Sonra qara çəkirəm, bu qara xətti rombu. Burasında B. İndi 25, bu da B'dir. İndi gördüyümüz kimi burada B-də nə idi? Burada 7 idi. B-nin yerinə burada 7 yazmalıyıq. Burada B-ni 7 götürmüşdük. Bu B-yə 7 yazacaq. Yəni bu B-nin yerinə 7 yazıram. Bu da 7. İndi bura açıram. İndi bu fiqurda hansı funksiyanı yerinə yetiririk? Yəni hansı tənliyi həll edirik? Bunu. Demək ki burada A-nın yerinə 25 durur. Gördüyümüz kimi A 25'dir. Və bu A-nın yerinə 25 qoyacaq. Yəni 2 vurulsun 25 çıxılsın, qoyduq B. B də nədir? Gördüyünüz kimi qara rombun burasında sağında B. Yəni 7 durur. Yəni bu B elə 7'dir. Yəni ki buradakı B-nin yerinə 7 qoyacaq. 2 vurulsun 25 edir 50. Çıxılsın bu 7. Edir 43. Cavabımız 43 oldu. C variantı. İndi keçirik 30-cu və sonuncu sualımızı etməyə. Əvvəlcə baxaq görək. Burada
Birincidə neçə dənə kvadrat var? 3 dənə. Bəs ikincidə baxası olsaq 1, 2, 3, yəni cəmi 6 edir. Burada baxası olsaq 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, yəni 1 üstə gəlir, 2 üstə gəlir, 3 üstə gəlir, 4 cəmi 10. Yəni burada tənliyimiz belə gördüyümüz kimi birincidə 1 plus 2-nin cəmini yazır. Bax 1 üstə gəlir 2. Çünki burada bir dənə kvadrat var, burada 2 dənə. Gördüyümüz kimi. Yəni bu birincisi 1 üstə gəlir 2-dir. İkincisində 3 dənə ilk rəqəmin cəmini, yəni 1, 2, 3-ün cəmini var. Bura 3 dənə, 2 dənə, 1 dənə, yəni 1, 2 üstə gəlir, 1 üstə gəlir, 2 üstə gəlir, 3. Burada üçüncüdə gördüyümüz kimi 1, burada bir dənədir, 2 dənədir, 3 dənədir, 4 dənə. Yəni üçüncüdə 4 rəqəmin cəmini toplayırıq. 1 üstə gəlir, 2 üstə gəlir, 3 üstə gəlir, 4. Bizdən 30-cu şəkil istəyir. 30-cu şəkil istəyirsə, deməli 1 və çox ədədlərin cəmini istəyəcək. Yəni 31, yəni o birincidə 2-sinin cəmini istəyir. İkincidə 3 rəqəmin cəmini istəyir. Üçüncüdə 4 rəqəmin istəyir. Deməli 30-cuda 31 rəqəmin cəmini istəyəcək. Yəni 1-dən 31-ə qədər ədədlərin cəmini tapmalıyıq. Mən hamısını yazmayacağam. Bərabərli sual, bunu axtarırıq. Bunun qısa hesablanma yolu var. Biz əvvəlcə bu cür ardıcıl ədədləri toplamaq üçün belə qaydamız var. Əvvəlcə bu ardıcıllıqda neçə dənə ədəd olduğunu tapmalıyıq. Yəni 1-dən 31-ə qədər bir-bir artır da ədədlərimiz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, nəsə 30, 31. 31-ə qədər bütün ədədlərin cəmini istəyir. Ona görə o 1-dən 31-ə qədər ədədlərin sayını tapmalıyıq. Burada 31 dənə ədəd var. Bunu yazırıq. Həmin bu 31-i vururam. Bu bizim ardıcıllığımızda olan ədədlərdən böyük ilə kiçik ədədin cəminin yarısına. Yəni ədədi ortasına 1 ilə 31, ən böyük ilə ən kiçiyin cəmi 1 üstə gəlir 31 yarısına. Yəni ədədi ortasını tapırıq. Birinci ilə sonuncunu toplayırıq. Ən kiçik ilə ən böyük. Bölü 2 yarısı demək, bölmək 2-yə bölmək deməkdir. Yəni mən də kəsir xətti ilə böldüm. Kəsir xətti ilə bölmə deməkdir. İndi burada yazıram. Bərabər 31 vurulsun 2-də 1 üstə gəlir 31-ci 32. Bu 32 ilə 2 ixtisar gedir. Burada qalır 31 vurulsun 32-ni 2-yə bölsək qalır 16. 31 vurulsun 16-nı axtarırıq. 31 16 bölü neçəyi bunu axtaracaq. İndi bura 31 vurulsun 16. 6-nı 1-ə vururuq 6. 6-nı 3-ə vururuq 18. 1 vurulsun 1. 1 vurulsun 3. 31. Buradan da 6, 9, 4. Yəni cavabımız 496-dir. C variantı. İzahımız bu qədər. Ən sonunda yenə onu deyim ki, şərhlər bölməsində bu videonun Telegram və WhatsApp kanalı qruplarımın linklərini paylaşacağım. Hər kəs özünə uyğun qrupa və ya istədiyiniz qrupa qoşula bilərsiniz. Çünki həmin qruplarda monitoring, Litvizadə, Respublika müsabiqəsi, lisey gimnaziya hazırlayanlar üçün sınaqlar paylaşacaq. Yəni qəbul tipli yeni nəsil suallar paylaşılacaq. Onlar işləyərək uğur qazanmaq istəyirsinizsə, ödənişsiz bu qruplarımıza daxil olun. Bundan əlavə ödənişli qrupumuz da var. Ödənişli qruplarımızın ikincisini açırıq. Yəni ikinci ödənişli qrupumuz başlayır. Açdıq. Bax, burada ikinci qrupu yazmışam. Yəni birinci qrupumuzu açmışıq, o dolubdur. İkinci qrupu açdıq. Burada hər ay 15 sınaq paylaşdıq. Gördüyümüz kimi burada qeyd aparmışam. Və hər biri özümün hazırladığı yeni nəsil qəbul tipli, monitoring tipli, Respublika müsabiqəsi olsun Litvizadə, Kenquruya düşə biləcək sual tiplərindən ibarət sınaqlar paylaşır. Hər ay 15 dənə. Bütün sınaqların videozacaqlar paylaşılır. Hər həftə bir dəfə canlı dərsimiz olur və bütün testlərin izahları, yəni test kitabçalarının izahlarına siz əldə edə bilərsiniz. Cüzi miqdarda illik bir dəfə ödəniş edirsiniz. Yəni indi ödəyirsiniz, iyula kimi istifadə edirsiniz. İstədiyiniz vaxt sınaqlar işləyirsiniz, istədiyiniz vaxt video izahına baxırsınız. Yəni bunun üçün çox cüzi bir ödəniş edirsiniz və bunları əldə edirsiniz. İnanın, yəni bu qrup çox-çox hazırlıqlardan daha üstün bir qrupdur. Çünki bura qatılanlar həqiqətən də nəticə əldə edir. Yəni bu qrupla qoşulmaq istəyirsinizsə 055 774 4836 nömrəsi ilə əlaqə saxlayın və ya WhatsApp-dan yazın, sizləri də əlavə edək qruplarımıza. Sizlər də uğur qazanırsınız. Çünki uğura gedən yolda
daha çox sınaq işləmək lazım. Daha çox fərqli, qəbul tipli, olimpiyada tipli suallar işləmək lazım ki, uğur qazanaq. Yəni gördüyümüz kimi burada qeyd aparmışam, Respublika müsabiqəsi, olsun Lütfüzadə, olsun lisey gimnaziya hazırlıq və monitoring tipli suallar paylaşılır. Yəni özümün hazırladığı sualları süni intellekt sualları deyil. Bunu da nəzərinizə çatdırım. Yəni çoxdur belə qruplar süni intellekt işləyir, yəni hazırlayır sualları, yoxlayır. Yəni süni intellekt keçmişdə olan sualları paylaşır. Amma mən yeni nəsil zəka gelişdirici suallar yazıb paylaşıram. Şəxsən özümün Təbriz Salmanın yazdığı suallardır. Bəyənin, abunə olun mütləq ki, sizə digər lisey və gimnaziyalar qəbul edəcək, Respublika müsabiqəsinə düşüləcək sualların olduğu kitablar var, kitab nəşrləri də var. Onların video izahlarını və monitoring kitablarının izahlarını istəyirsə, sayımızı 10-15 min etməliyik, abunə sayımızı bəyənin, paylaşın ki, sayımız artsın. Yəni, sizin sayınız təxminən 6.000-ə yaxındır, hərəniz 10 nəfərə paylaşsaz, elə 6.000 deməkdir. Yəni, hər kəsinizdən, bu videonu izləyənlərdən onu istəyim odur ki, hər biriniz ən az 10 şagirdə, ön sinif yoldaşınıza və ya qolumuza paylaşın o şagirdlərdən geri söhbət. Onlar da abunə olsun və yararlansın bu videolardan. Sağ olun, təşəkkür edirəm. Və hazırlıqlarımız da var, bunu deyim. Lisey və gimnaziya hazırlayanlar üçün, Lütfüzadə hazırlayanlar üçün, Respublika müsabiqəsi hazırlayanlar üçün yeni qrup açmışam. Vaxtında qoşulun ki, sizə uğur qazanır. Sağ olun, təşəkkür edirəm.